Lənkəran rayonunda acınacaqlı vəziyyətdə yaşayan qazi anasını artıq intihar həddinə çatdıranlar kimlərdir? Lənkəran rayon Gilavar kənd sakini Şahverdiyeva Kəmalə Kamal qızı vaqonda acınacaqlı vəziyyətdə yaşayır. Qazi anası bildirir ki, Lənkəran rayon icra hakimiyyətində onun adına 600 manat pul yazılmağına baxmayaraq, hansısa məmur tərəfindən mənimsənilərək yeyildiyini bildirir. Ana dəfələrlə Lənkəran rayon icra hakimiyyətinə müraciət etməsinə baxmayaraq, onun imdad harayını eşidən bir məmur tapılmır ki, tapılmır. Azərbaycan Real xəbərləri olaraq ananın harayını ictimailəşdirərək aidiyyatı qurumların diqqətinə bir daha çatdırırıq. İnanırıq və ümid edirik ki, yatmış bəzi məmurlar qəflət yuxusundan ayılaraq insanların köməyinə çatacaqlar. Eyni zamanda ümid edirik ki, məmurlar öz vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirəcəklər. Daha ətraflı vətəndaşın özündən dinləyək. Cənub bölgəsində AXTV kanalı müxbiri Əsadov İlham. Hörmətli izləyicilər, bizə müraciət olunub qazi anası tərəfindən. Lənkəran rayon Gilavar kənd sakini qazi anasıdır. Deyir, mən vaqonun içində qalıram. Buna baxmayaraq da yağış yağında da mənim qaldığım vaqonun içində də su damır. Mən suyun içində qalıram. Şahverdiyeva Kamal qızım. Gilavar kəndində yaşayam. Cənab Talih, mənim tifirlərimə təyimi 2 dəfə sənə məktub yazmışam, cavab olaraq gəlməyib. Mənə icazıma gedib gələkdən yoruldum mən. Və təyim eləsini gör, mənə deyiblər ki, 600 manat pul veriblər. Bu da məktub. Cənab Talih, bu da məktub. 600 manat mənə verilməyib. Bir dənə göstərin baxın. Yalandan özləri bu pulu yiyiblərsə, mənə diksinlər. Sizdən 6 da şahit edirəm, Cənab Talih. Bana köməkli edin, bax, o divara bax. Damır. Bir də bura gəl. Orada damır. Hayanlar damır, göstərin zəhmət Mən olmasa. tüy içində yaşayıram burada. Da orada damır. Bəli, hamısı damır. Bir də orada damır. Bəli. Baxın, orada Bildim. damır. Bir də burada damır. Mən bir dənə uşağımı müharibada qurbanım verdim sizə görə. Əslində bir dənə uşağı aparmam var, ay Cənab Talih. Sizdən artıq da xahişəm, qazi anasıyam. Mənə bir köməklik göstərin. Mənə 600 manat pul verilməyib. Sizdə onları bayram gün qabağımı tutdum, sizdən 100 manat aldım bayrama görə. Və ondan başqa mənə pul verilməyib. Xahiş edirəm səndən. Neyini? Bir dənə diyə götürməsim oldu. Mən də anayam da. Mən də insanam da. Mən də ana doğud da. Artıq dalayda da xahiş edirəm. Cənab Talih, mənə köməklik göstər. Baxın, bu onun idman şəkilləri, boksyordur. Bu da onun medal qablarıdır. Bir dənə də özündədir medal qabların biri. Bu da onun gördüyünüz kimi şəkilidir.